Sumqayıt şəhərində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qadınlara diqqət və qayğısını əks etdirən video çarxa baxılıb. Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, şəhərdə müxtəlif sahələrdə çalışan qadınlar iştirak edib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib, onlara xoş arzularını çatdırıb. Şəhər rəhbəri çıxışında bildirib ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində öz şücaəti, ziyallılığı, cəsurluğu və möhkəm iradəsi ilə yalnız ailədə deyil, ictimai həyatda da xüsusi fəallıq göstərib, milli xüsusiyyətlərini, sədaqətliliyini və ülvi hisslərini qoruyub, saxlayıb. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşıb. Ulu öndər öz həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırıb, onların hər tərəfli fəaliyyətinə geniş meydan verib, lider qadınlar yetişdirib. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizin sosial, mədəni, siyasi və iqtisadi cəhətdən dinamik inkişafı, Azərbaycan qadınının cəmiyyətdə öz layiqli yerini tutması, öz potensialını reallaşdırması, həmçinin ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradır. Hazırda ölkəmizdə elə bir fəaliyyət sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasın və uğur qazanmasın. Qeyd olunub ki, Sumqayıtın sosial-iqtisadi inkişafında və ictimai həyatında şəhər qadınlarının xidmətləri çox böyükdür. Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də qadınlar ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edir, öz töhfələrini verirlər. Sonra Zakir Fərəcov bir qrup qadına fəxri fərmanlar təqdim edib. Rəsmi hissədən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib. Mən də Sumqayıt sahibkarları adından Sumqayıtın xanımlarını 8 mart Qadınlar Bayramı münasibəti ilə təbrik edirəm və onu bildirim ki, Sumqayıtlı qadın sahibkarlar həqiqətən Sumqayıtın inkişafında, Sumqayıtda demək, məhsulun istehsalında və digərlərdə çox böyük rol oynayırlar. Mən onlara işlərində uğurlar, çoxlu pul qazanmaq və can sağlıq, xoşbəxtlik arzulayıram. Bugünkü gün münasibətilə Azərbaycan xalqımızı təbrik edirəm və bugün bu qələbədə payı olmuş bir ana kimi fəxr edirəm oğlumla, övladımla və bütün Azərbaycan xalqı ilə fəxr edirəm ki, biz bu qələbəyə nail olduq. Azərbaycan xanımı öz ailəsini, öz balalarını, öz vətənini hər şeydən çox sevən xanımdır. Mən şəhid xanımlarını təbrik edirəm. Mən əsgərlərimizin həyat yoldaşlarını, öz sağlamlıqlarını itirən müharibə iştirakçılarının, həyat yoldaşlarının bayramlarını təbrik edirəm. Qadın olmaq güc deməkdir, həm də eyni zamanda zərif olmaq deməkdir. Mən bütün qadınlarımızın hər birinə böyük bir sevgi arzu edirəm. Arzu edirəm ki, hər daim sağlam olsunlar. Tədbir maraqlananlarla yadda qalıb. Qeyd edək ki, 1-ci vitse-prezident Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bugün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hər tərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir. Bildirək ki, Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı, məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Şəmistan Fikirətli Elbrus İsmailov, bugün informasiya proqramı üçün.